Salam, bugünkü dərsimiz Azərbaycan Respublikasının iqtisadi coğrafi mövqeyi və inzibati ərazi bölgüsü olacaq. Azərbaycan Respublikasının sahəsi 86,6 min kvadrat kilometr, paytaxtı Bakı şəhəridir. Respublikamız Gürcüstan, Ermənistan, Türkiyə ilə yalnız quru, Rusiya və İranla həm quru, həm su, Türkmənistan və Qazaxstanla ilə isə yalnız su sərhədlərinə malikdir. Azərbaycanın sərhədlərinin ümumi uzunluğu 3474 kilometrdir ki, Xəzər boyu sahil xəttlərinin uzunluğu 825 kilometrdir. Respublikamızla Rusiya, Yalama Xaçmaz rayonu, Samur Qusar rayonu, Gürcüstanla Qırmızı Körpü, Qazax rayonu, Ağstafa Balakən, İranla Astara, Biləsuvar, Culfa və Babək, Türkiyə ilə isə Sədərək arasında sərhəd keçid məntəqələri fəaliyyət göstərir. İnzibati rayonlara aid olan bir sıra xüsusiyyətlər vardır ki, tərkibində iki şəhər olan inzibati rayonlara Xaçmazda Xaçmaz və Xudad, Goranboyda Goranboy və Dəlməmmədli, Cəlilabadda Cəlilabad və Göytəpə, Tovuzda Tovuz və Qovlar, Füzulidə Füzuli və Horadiz, Lənkəranda Lənkəran və Liman. İnzibati mərkəzi fərqli olan rayonlar var. Abşeronda Xırdalan şəhəri, Sədərəkdə Heydərabad qəsəbəsi, Kəngərlidə Qıvraq qəsəbəsi, mərkəzi şəhər tipli qəsəbə olan rayonlar var. Kəngərli, Babək, Sədərək. İnzibati rayon mərkəzi olmayan şəhərlər var. Bakıdır, Göytəpədir, Sumqayıtdır, Naxçıvandır, Gəncədir, Naftalandır, Mingəçevirdir, Şirvan, Xankəndi, Ağdərə, Qovlar, Dəlməmmədli və Horadizi misal olaraq deyə bilərik. Azərbaycan Respublikası tərkibində Naxçıvan Muxtar Respublikası olan unitar prezident respublikasıdır ki, hazırda inzibati cəhətdən 67 kənd rayonu, 79 şəhər, 262 şəhər tipli qəsəbə, 4246 kənd yaşayış məntəqəsi mövcuddur. Respublikamızda əhalisinin sayı əsasən 5000 nəfərdən çox olan, iqtisadi fəal əhalisinin yarıdan çoxunun qeyri-kənd təsərrüfatında çalışan yaşayış məntəqəsi şəhər hesab olunur. 3 xarici ölkə ilə həmsərhəd olan inzibati rayonumuz Sədərəkdir. 2 xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlarımız Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Zəngilan, Ermənistan və İranla, Ağstafa, Tovuz və Qazax, Gürcüstan və Ermənistanla, Balakən, Zakatala, Qax, Gürcüstan və Rusiya ilə, bir xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlarımız Şəki, Oğuz, Qəbələ, Qusar, Xaçmaz, Rusiya ilə, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Şahbuz, Ermənistanla, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara, İranla, Samux isə Gürcüstanla həmsərhəddir. Respublikamız şimaldan cənuba 400 km, şərqdən qərbə isə 500 km məsafədə uzanır ki, əsas ucqar nöqtələr şimaldan Qutondağı, cənubdan Astaraçay, şərqdən Neft daşları, qərbdən isə Candargöl, Naxçıvanda isə Sədərəkdir. Quruda 5 ölkə ilə həmsərhəddir ki, sərhədlərimizin dedik ki, ümumi uzunluğu 3474 km-dir, sahil xəttinin uzunluğu isə 825 km-dir. Şimaldan Rusiya Federasiyası ilə sərhədlərimiz 391 km-dir. Samur çayı, Sudur silsiləsi, Bazar düzü zirvəsi və Baş su ayrıcı silsiləsindən keçir. Şimal-qərbdən Gürcüstan Respublikası ilə sərhədlərimiz 471 km-dir. Candargöl, Ceyran, Çöl-Alçaq dağlığı, Çobandağ, Mazım, Qanıq və Qabırı çayları təşkil edir. Cənub-qərbdən Türkiyə Respublikası ilə sərhədimiz Naxçıvan, deməli Sədərək 15 km-dir. Cənubdan İran Respublikası ilə sərhədimiz 765 km-dir. Araz çayı, Muğan düzü, Bolqar çay, Talış dağları və Astara çaydan keçir. Qərbdən Ermənistanla sərhədlərimiz 1007 km-dir və Murğuz dağı, Şaxdağ, Şərqi Göyçə, Yazı yaylası, Zəngəzur, Dərəliyə silsilələri və Qarabağ vulkanik yaylasından keçir. Azərbaycan Respublikası tərkibində Naxçıvan Muxtar Respublikası olan unitar prezident respublikasıdır ki, Bakı şəhərinin inzibati rayonları vardır ki, bunlara Binəqədi, Sabunçu, Xəzər, Yasamal, Nəsimi, Nərimanov, Xətai, Nizami, Səbail, Suraxanı, Qaradağ və Pirallahanı misal olaraq göstərə bilərik ki, sahəsinə görə Qaradağ, əhalisinə görə isə Xətai rayonu fərqlənir. Kürün sahilində yerləşən rayonlar, Kürün sağ sahilində yerləşən rayonlara Qazax, Goranboy, Bərdə, Ağcabədi, İmişli və Saatlını misal olaraq göstərə bilərik. İmişli və Saatlı həmçinin Arazın hər iki tərəfində yerləşən rayonlarımızdır. Kürün sol tərəfində yerləşən rayonlar Ağdaş, Zərdab, Kürdəmir və Hacıqabul. Kürün hər iki tərəfində yerləşən rayonlar isə
Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlax, Sabirabad, Salyan və Neftçaladır. Sahəsinə görə ən böyük rayonlarımız birinci yerdə Qubadır, ikinci yerdə Şəki, Kəlbəcər, İsmayıllı, Abşeron, Tovuz, İmişli, Laçın, Ağcabədi və Goranboydur. Sahəsi kiçik olan rayonlarımız isə Sədərəkdir, Şuşadır, Tərtərdir, Astaradır, Yardımlıdır, Qazaxdır, Siyəzəndir, Masallıdır, Zəngilan və Göyçayı misal olaraq göstərə bilərik. Əhalisinin sayı daha çox olan şəhərlərimiz isə Bakıdır, Sumqayıtdır, Gəncədir, Xırdalandır, Mingəçevirdir, Naxçıvandır, Şirvan, Şəki, Yevlax və Lənkəranı deyə bilərik.